və təlimdə olan xanımlar. Şahnaz xanım, bildiyimiz kimi, mən təlimdə də onu demişdim. Mənim süd vəzimdə deməli lobyadan böyük bir düyün var idi. Hətta o düyün mənim qol altıma vurmuşdu. Mamografiya olundum, uzidən keçdim, onkoloqa yönətdilər. Onkoloq baxan kimi dedi, təcili müalicə lazımdır, müalicənin tabi olması onu götürmək lazımdır. Və o müalicə mənə dedi, mən dedim, mən istəmirəm də buradan götürməm, mən özüm sivil sağlamlığında çalışıram. Dedi, onda elə bir dərman olmalıdır ki, indi onlar dərman deyir də bizimkilərə. Dərman olmalıdır ki, onun tərkibində A, G vitamini olmalıdır. Dedim, var Novamin, dedi, bir də selen, dedim, var. Dedi, onu gedin qəbul edin. Öz resept yazmışdı, reseptini də verdi. Reseptini mən qoydum bir qırağa, gəldim, onu qəbul elədim. Harca bir 10 gün idi, gördüm, 10 gündən az idi. Gördüm, ağrı çəkildi. Əlimi sinəmə vurdum ki, o şiş çəkilib də. Halbuki qoltuq altım da bərbat gündə idi də, elə bil ki. Nə başımıza ağrıdım, onu mən başladım, qəbul elədim. Bir ay heç olmadı, getdim həkimə, təzdən bir də uziyə göndərdi. Həkim baxdı, dedi, ola bilməz, siz nə qəbul eləmişsiniz ki? Mənim, dedi, yazdıqlarımı eləmişsiniz. Dedim, yox, mən elə sizə dediklərimi qəbul elədim və özüm əhdəv qaldı. Və həmin o Novaminlə seleni o öz bloknotuna qeyd elədi.